Salam aleyküm dostlar. Deməli, bu ot biçənin başlıqlarını, başqa formasını yığdım. Həmin ağacın və yaxud da divarın diblərini biçmək üçün. Bu özü lap gözəl bir şey oldu. Deyək belə. Burayla burada hardasa sant yarım fərq var. Yəni keçmir bunu. Onu özüm işlətmişəm. Qəşəng effekt verir. Belə formadadır. Baxın. Bura diski, jilka, nə bilim o drujbanın zincirini, nə istəsəz sala bilərsiniz. Təki bu halqadan qırağa çıxmamaq şərti ilə. Belə bir formada yığmışam. Bu da bura bağlanır. Bağlanma forması da bu deyək başlıqdır da. Bax burada şayba çıxdı. Bunu çıxardırsınız, bunu da qoydunuz qırağa. Həmin bunu mən hazırlayıram. Həmin bura 3 dənə şurupla bağlanır. Ondan sonra şaybası qoyulur belə. Şaybə qoyulur, disk qoyulur, qayka bağlanır. Diskdən sonra bir dənə də şaybası var da onun. Qayka bağlanır və salam. Bu ilə də bu hazır olur. Qəşəng də yəni effekti var. Ağaca da yaxın gəlmir. Qəşəng də biçir belə. Kim istəsə buyurub əlaqə saxlaya bilər.